Abdulxaliqov Rəsul Məmməd Salihoğlu 21 noyabr 1955-ci ildə Şəki şəhərində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. Bu maraq 1967-ci ildə onu Şəki şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinə gətirmişdir. 1972-ci ildə Şəki Musiqi Texnikumuna daxil olan Rəsul bu müddət ərzində Şəki şəhər 23 nömrəli uşaq bağçasında müəllim kimi də fəaliyyət göstərmişdir. Belə desək, texnikumda tələbə, bağçada müəllim. 1976-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirən Rəsul Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O burada bir sıra pedaqoqlardan, həmçinin Oktay müəllimdən, Ramiz müəllimdən dərs almışdır. Süleyman Ələsgərovla tanış olmuş. Daha sonralar onunla əlaqəni daha da möhkəmləndirmiş. Və Süleyman Ələsgərov Şəki şəhərində səfərdə olanda Rəsul onunla yoldaşlıq etmiş, qonaqpərvərlik göstərmişdir. Rəsul Abdulxaliqov konservatoriyada təhsil aldığı ildən, yəni 1976-cı ildən Bakı şəhəri 22 nömrəli Uşaq Musiqi Məktəbində müəllim kimi də fəaliyyət göstərmişdir. Hələ konservatoriyanın 4-cü kursunda işləyərkən nəzəriyyə və harmoniya olan marağı onu yenidən konservatoriyada ikinci dəfə təhsil almağa sövq etmişdir. Lakin müəyyən səbəblər üzündən onun bu arzusu gerçəkləşə bilməmişdir. 1981-ci ildə konservatoriyanı tar ixtisası üzrə bitirdikdən sonra üzünü öz doğma vətəninə Şəki. Tələbəlik illərdə ən çox sevdiyi müəllimlərinin fəaliyyətini daim izləmiş və notların üzünü köçürülməsini, aranjmanını həyata keçirmişdir. Ali təhsilini bitirib Şəki Musiqi Texnikumuna üz tutan Rəsul indiki Regional Kollec 4 nömrəli Uşaq Musiqi Məktəbində, Oğuz rayon 7-lik Uşaq Musiqi Məktəbində tar, qarmon alətlərinin, həmçinin Azərbaycan musiqisinin əsasları, xüsusi pedaqoji hazırlıq fənlərini tədris etmişdir. Bunlarla yanaşı müəyyən müddətdə Şəki Dövlət Regional Kollecində Fən Birləşmə Komissiyasının sədri kimi də özünü göstərmişdir. Rəsul Abdulxaliqov Səid Rüstəmovun Azərbaycan suitasını qarmon aləti üçün işləmişdir. Eləcə də Üzeyir Hacıbəyovun 2-ci Fantaziya əsərini qarmon və fortepiano üçün aranjman etmişdir. Həmçinin Tar Məktəbi kitabını qarmon üçün hazırlamış. Hatırladım ki, qardaşı Natiq Rəsilovla bircə və bu kitaba rəy vermişdir. Bundan əlavə bir çox əsərlərin tar, qarmon, kamança və fortepiano partiyalarını hazırlamışdır. Rəsul müəllim pedaqoji fəaliyyətlə yanaşı mahir fortepiano ustası kimi də tanınmışdır.
müxtəlif yerlərində yetirmələri vardır. Hər alətinin sevdirilməsində böyük rolu olmuşdur. Abdulxaliqov Rəsul 2025-ci ildə 16 dekabrda böyrək çatışmazlığından vəfat etmişdir və Şəki şəhərində dəfn olunmuşdur. Deyirlər, əvəz olunmayan insan yoxdur. Amma yeri görünən insanlar vardır. Bax, Abdulxaliqov Rəsul Məmməd Salihoğlu da beləcə az da olsa yeri görünən insanlardan biridir. Allah ona rəhmət eləsin.